Kino adi həyatda bizə təhlükəsiz halda ehtirası, hissləri və heyrəti yaşamağa imkan verir. Bu sözlərin müəllifi İsveçrəli psixiatr Carl Jungdur. O Jung ki, ilk dəfə olaraq arxetipik ardıcılıq nəzəriyyəsini kəşf edib. Arxetip anlayışını sizin üçün dəqiqləşdirmək istərdim. Sözün hərfi mənası ilkin obraz deməkdir. Arxetiplər şüuraltı təxəyyülümüz və real həyatımızla yanaşı incəsənətdə də geniş yayılıb. Elə bu gün də biz incəsənətin kino sahəsində olan arxetiplərdən danışacağıq. İlk olaraq arxetiplərlə zəngin Da Vinci Kodu filmindən danışmaq istərdim. Mənim bu filmdə olan anaqrammaları, Fibonacci rəqəmlərini və ən əsası İsa Məsihin Allahın oğlu olub-olmadığını araşdırmaq fikrim yoxdur. Sadəcə olaraq sizin diqqətinizi bu ekran əsərindəki arxetiplərin bir neçəsinə kökləmək istəyirəm. Xristian aləmində bir mənalı qarşılanmayan bu film geksagram arxetipi üzərində qurulub. Geksagram məxfi kosmik simvol hesab edilir. Bu ulduz Veneranın simvoludur və qadın başlanğıcı mənasını verir. Burada həmçinin birincilik simvolu hesab edilən heraldik zambaq, Davidin ulduzu, fi rəqəmi və digər ilkin obrazlara rast gəlmək olar. Da Vinci Kodu filmində rejissor xaça və Luvrun ehram formasını xüsusi vurğu edib. Jean Reno'nun Luvru Parisin çapığı adlandırması isə heç də təsadüfi hal deyil. Arxetiplər üzərində qurulmuş digər film Fars və Yunanlılar arasında gedən tarixi müharibəni əks etdirən Üçü Spartalı filmidir. Filmdə ilkin obrazlardan biri internet memə çevrilən Spartalı hökmdar Leonidin "Bura Spartadır" ifadəsidir. Filmdə Fars hökmdarının şəxsi ordusu eybəcər şəkildə dəmir maskalarla təsvir edilib. Bu səbəbdən filmin nümayişinə İranda hətta qadağa da qoyulmuşdu. Üçü Spartalı filmində göyün oxlarla və ya qara buludlarla örtülməsi, ildırımın çaxması arxetiplərinə də rast gəlmək mümkündür. Bu arada qeyd edim ki, arxetiplər müasir dövrdə cizgi filmlərində də geniş yayılıb. Disneyin istehsalı olan Shrek cizgi filmində diqqətimi çəkən Shrek və dostu Uzunqulağın keçdiyi körpü və bu aypara rəmzidir. Qeyd edim ki, bu rəmzlərin ikisi də müsəlman aləmində çox populyardır. Rejissorlar arxetipləri filmlərdə tamaşaçıya gizlin şəkildə hər hansı bir fikri çatdırmaq istədikdə istifadə edir. Onlar bunu açıq şəkildə də edə bilər, lakin söhbət rakursdan gedir. Odur ki, baxdığınız filmlərdə arxetiplərə nəzər salmağı unutmayın. Aynur Hüseynzadə xüsusilə Nə xəbər üçün.